Babasının babasına kurban. Çektikiler deftere. Tabii yaxşı. İlk önce isterdim ki kahraman şehidimizin şənine yazdığım bir şiiri diyen Allah Hacı Mirələm dayıya da can sağlığı versin ki bu şiirin yazılma sebepkarı o kişi oldu. 3 günü bu mağara girəndə elə bir ki sanki benim boynuma bir yük koydu ki şair yakın gel şehit hakkında sana məlumat verim. Çünkü şehit hakkında da bir şiir yazarsan. Dilsizin 3 günü. Yani dilsiz hakkında yazılan ilk şiirdir. Qartal təşriqadın düşmən üstüne. Elin igid oğlu şehit dilsizim. Şahin tek oğlunun durdun qəsdinə. Elin igid oğlu şehit dilsizim. Darda vətənimin dadına yetdin. Sinəni düşmənə sən sipər etdin. Bayrağa bürünüb cənnətə getdin. Elin igid oğlu şehit dilsizim. Vətən qorumağı könüllü seçdin. Şəhidlik şərbətin həvəslə içdin. Rəhbərin Hüseynin məktəbin keçdin. Elin igid oğlu şəhid dilsizim. Vətən daim sənlə qürur duyacaq. Doğma Qarabağım azad olacaq. Ordumuz qisasın geç tez alacaq. Elin igid oğlu şəhid dilsizim. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. İndi isə çıxış üçün söz verilir. Ağcabədi rayonunun icra hakimiyyətinin Şəhid Ailələri üzrə şöbə müdürü Şöhrət müəllim Orucova və eləcə də səfərbərlik və həqiqi xidmətə çağırış üzrə dövlət xidmətinin Ağcabədi rayon şöbəsinin rəis mavini Mayor Elçin Hüseynova. Xahiş edirəm hər ikisi buyursun. Bugünkü gündə onlar da özrə sözlərini desinlər. Yine kesin tarafları.